Bakı şəhəri Binəqədi rayonu Meşə Parkının ərazisində olan hündür mərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. İnsanların təxliyə olduğu bildirilir. Vətəndaşların sözlərinə görə partlayış o qədər güclü olub ki, ətraf ərazilərdəki evlərdə zəlzələ effekti yaradıb. Ətrafa kəskin qoxunun yayıldığı da bildirilir. Sakinlərin bəzilərinin qorxudan ürəyi getdiyi də bildirilir. Hadisənin video görüntülərini təqdim edirik.